Hamıya salamlar dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Kanalıma videoma xoş gəlmisiniz, səfalar gətirmisiniz. Bugün sizlərlə dostlar Minecraft oynayacağıq. YouTube'un əfsanəsi oldu oyunudur bu. Hər bir YouTuber ilk videosu Minecraft oynayaraq paylaşır. Mister Beast olsun, hansı YouTuber olsun, hamısı bu video ilə başlayıb YouTube'a. Mən dedim ki, mən də bir dənə belə bir video çəkeyim. Həm Minecraft'ı yükləmişəm. Bu arada dostlarım, öz elmaslarınızı Free Shop'dan güvənli və sərfəli şəkildə ala bilərsiniz. Sağ tərəfdən gördüyünüz kimi əlaqə nömrəsi var. O nömrədən əlaqə saxlayaraq öz elmaslarınızı WhatsApp üzərindən güvənli və sərfəli şəkildə ala bilərsiniz. Bu arada bunu da birincidən qeyd edirəm ki, təkcə WhatsApp deyil, sayt da var. Sayta necə daxil olursunuz? Google-ə daxil olursunuz, axtarış ilə Free Shop yazırsınız və sayt gəlir. Saytı üzə sıxırsınız, sayta daxil olursunuz. Bu birincidən qeyd edirəm ki, saytda təkcə Free Fire-da yox, istənilən bir oyun elmas vura bilərsiniz. Bu arada balansınızı necə artıra bilərsiniz? Bunu da deyim. Bir bankla, Leo bankla, Kapital bankla, Milyon aparatıyla falan öz balansınızı artırırsınız və öz elmaslarınızı güvənli və sərfəli hardan Free Shop'dan alırsınız. Reklam qismimizi bitirdiğimize göre keçək videomuza. Burada oynamışım, ev düzəltmişəm bir azdan çoxdan. İndi dostlarım sizə nə edəcəm? Sizə bir dənə söz deyirəm indi burada. Burada gördüyünüz kimi belə bir də evim var. Bir də bu evi sizə biraz belə olsun göstərim bu evi sizə. Budur. Bu evi indi yaxşıcasına bir dənə montaj verirəm. Yəni yaxşı bir dənə düzəldirik sizlərlə video. Sonrasında video nə qədər like gəlmir, nə qədər like gəlsə o qədər bomba yerləşdirib evi partladacağam. Yəni indidən video like atın, part 2-də bu evi partladaq. Nə qədər like gəlsə o qədər mayın, yəni bomba yerləşdirirəm, bom partladıram bu evi. İndi hər şey sizə qalıb, like atın, qoy partladaq bu evi indi. Burada indi nə edirik? Burada evi görürsünüz, azdan çoxdan belə düzəltmişəm. Budur, buralara lav qoymalıyam. Buranın yəni belə havuzdur da, bura düzü buranın belə kənarları belə lav olacaq. Sonrasında burada qurunma da, yəni qurunmaq üçün burada qoyacağam. Hər şey, yəni hər şey eləyəcək sizlərlə bu videoda. İldən video like atın, kanalımıza abunə olun, bildirişləri açın. Nə qədər like gəlsə, o qədər bomba yerləşdirib bu evi partladırıq part 2-də. Nə qədər like atın və sonrakini izləyin, evi də görün. Nətər bir ev olacaq. Hə. İndi bura lavlarımızı yerləşdiririk. Ən birinci bura yerləşdirək. Ayda baba. Bura hop bunun nəfəsini kəsək burada. Nə? Lavlarımızı ən birinci bura sürətlə bir dənə qoyaq. Yəni dedim videoya saxlayım. Əslində biraz eləmişdim, sonra video çəkməliyəm axı. Bəli, ondan görə. İndi like atın, yenə deyirəm, like atın, belə videoları qaçırtmayın. Bəli, qoyaq lavlarımızı. Tez ol və ev ələm düzəltməliyəm mən burada. 2 saat ev düzəltməliyəm. Bu arada abunə olun, artıq 100k plaketdir, yəni plaket, yəni 100k plaket videosu çəkmək istəyirəm, açılış videosu. Nə də qaç, bir dənə abunə olmağı çox görmədi, yəni. Yəni baxın yuxarıda nətər görsənir. Pis görsənir. Çünki qaç buralar azdan qalıb. Bura. Hop hop. Qoy. Ay gözlər. Yəni elə burada bir dənə ev düzəldəcəm ki, Allahım sən deyəcək, bəlkə bəziləri deyəcək ki, Elmir eləmə, partlatma evi falan, amma yox. Amma yox. Mən dedimsə eləyərəm. Elə əldəydi ya, belə kənara şey eləyir bunu. Niyə belə olur bilmirəm. Hə. Buralara qoyduğumuza görə bəsdir bu qədər yəni ki, budur. O yüzü bir ev indidən nə qəşəng gördü. Vay. Bu nə idi? İndi. Hələm qalıb, gözlüyün. Buralar qalıb. İndi evi də montajlamalıyıq, düzdür. O yüzü bir ev indidən nə qəşəng görsənir, kənarları falan. Oy. Allah. İndi gedək yataq, qalxaq, sonrasında öz evimizi düzəldək. İndi dostlarım evimizi yavaşdan düzəldək. Otaqları da düzəltmək lazımdır. Oy. Nə qədər işimiz qalıb, baxış bizim. Buradır. Yəni deyirəm, video nə qədər like gəlsə, o qədər mayın deyirəm, bomba yerləşdirib evi partladacağım. Bax, bunu yaddan çıxartmayın. Əsas elə odur. İndi evi sizlə birlikdə düzəldirik. Buradan.
Düzelt, 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 hop. Evin damı hazır. Pəncərə də qoymalıyam həməm. Ay, pəncərələr qalıb. Buranı da bir dənə düzəldək. Gözə, gözə, gözə. Düş, 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 aşağı, aşağı. Qapı yerləşdirməliyəm, pəncərə qoymalıyam. Ala, nə qədər iş qalır. Bunları gerək birincidən əslində hazırlamalıydım. Hər nəysə. Gözüm bir dənə. Belə yerləşdirək, bu qaranlıq olmasın. Burada hazır. Hop, burası da hazır. Qaldı bura. Buranı da hazırlayıram indi. Bəli, indi evimiz belə. Qabağı buradır. Ən birinci arxasına bir dənə buradan pəncərə açırıq. Səbirli olun. Hop, 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 burasında. Ta burasında. Böyük bir pəncərə olacaq. Ha, buymuş əsil, nəysə. Biz qarışıq eləyək də, yəni, qarışıq. Buradan evə girmək olur. Buradan girmək olur, yox. Bu da. Əla. Sən pəncərəmizi də qoyduq. İndi gedək otaqlarımızı, buralarda, kənarlarda da pəncərə düzəltməliyik axı. Çox böyük eləməyəcəm bu səfər. Belə olsun bəsimizdir. Hə. İndi bunu yerləşdirək belə. Bu arada 2x eləyəcəm videonu. Yəni çox yerini tez eləyəcəm. Qoy tez keçsin. Siz bu qədər baxmayın. 2 saat bir yerə baxmaq olmaz təbii ki də. Hazır burada, hazır. Burada da bir dənə pəncərə bir dənə ilə bəs eləyək. Yox. Hani bir dənə bəs eləyər elə. Bura. Kaş bir ortasında eləyərdim. Nəysə. İndi evin qabağı əsasən. Evin qabağında qardaş. Bax. Burasından belə. Burasında bir dənə belə olsun. Hop, burada bir dənə. Burada da bir dənə düzəldək. Əsas buraydı. Burada biraz avara oldu. Hazır. Budur. Bir dənə də qapı yerləşdirək indi. Qapı, qapı, qapı. Gəl bura qapım mənim. Ay zivil, qapı çox balacaymış. Düzəlt buranı indi. Hə, qapısı çox balaca oldu. Nəysə, yaxşıdır yenə. Buradan hop açılıq giririk evə. Ay zibil, mən burada çıx şey qoymuşam. Mazğımızı eləyəcək bu. Buranı da belə qoyaq. Hop, hop. Əslində mən yeraltı tünəl qoymaq fikirləşirdim. Nəysə. Biz evin içini artıq düzəltməyə bir yana başlayaq. Bəli, evin otaqlarını başlayaq gözünə. Burada bu var. Burada bu var. Düzdür. Buranı onu da aç.
Bana aç qardaş. Baba. Aha, budur. Aa, düşme. Tamaş tay ay senin var. Ne aşağı düşsün. Bu evi dostlar düzəldirəm part 2-də inşallah partladırıq ha. Neçə like gəlsə o qədər mayon yəni bomba dizib bom getdi. Ha, çox səhv edirəm mən. Allahın üçün çox səhv edirəm. Minecraft videoları 1 saatsa da olur. İnşallah bu qədər o qədər olmaz da bu. Kanalımda heç 1 saatlıq video olmayıb. Bəlkə bu 1 saat oldu. Bəlkə bu 1 saatlıq video olsun. Tamamını da hazırlayırıq qardaş. Get. Burada məcburan belə qoymalıyam da yəni. Burada. Bu arada evim çox böyük evdir həqiqətən. O da. Bu otaqda hazır belə pəncərə də var da, qəşəng nə istəyirsən yəni. Bura bir dənə giriş də qoyacağam, qapı falan. Yəni mükəmməl. Hazır. İndi bura bir dənə qapı. Damoy. Qapı hazır. Budur. Bura qapımızı da yerləşdirdi, düzdür? Allah səbir istəyir, Allah'ın olsun bu oyun. Gözlə. Hazır. Bəli, ikinci otağımız hazır deyilmiş. Çünki aşağıda burada bu nədir? Allah bunları partladaq. Bəli, ikinci otağımızın alt hissəsini də düzəltmək lazımdır. Amma maraqlı oyunda bir tərəfindən. Sən bu arada video like atın, kanalımıza abunə olun, yaddan çıxartmayın. Bax bu evi, bu video nə qədər like gəlsə, o qədər çox bomba yerləşəcək bu evin içinə və partlayacaq bu ev. Bu nədir? Mən bura qapı qoymamışam axı. Hə, bu bir otağa hazır keçid var. Oba. Amma ayrı bir otağa daha bir keçid olması üçün bir qapı daha yerləşdiririk. Bəli. Buranı da bilirsiniz nə edəcəm? Buranı düz elə bir dənə elə buranı yerləşdirəcəm bura. Əslində alt qatda düzəltmək istirdim. Yəni yeri altıdır, yəni başa düşdünüz nətər. Amma onu istəmirəm indi, həvəsim yoxdur onu düzəltməyə. Hazır budur. Budur, əla. Buradan da çıxış, əla. Buradan bir dənə belə, hop, buradan düşmək üçün aşağıya.
Hazır. İndi alt qatda qaş. Məncə heç nə olmaz, nə də bu yaxşıdır məncə. Hə, alt qatda düzəldək bəlkə, hə. Yəni belə bir də ev alındı. Evi bağlamamışım qapısını. Yaxşı ki, heç kim girməyib bura. Evi də bağla. Yəni belə ev harda görübsüz də yəni. İndi gözlə. Hop, bura bir dənə belə. Hop, hop, 2 dənə. Burada bir dənə. Hop, bura bir dənə. Hop, bura bir dənə. Hop, hop, 2 dənə. Hop, bura bir dənə. Hə, yaxşıdır budur belə. Sonrasında. Bura bir dənə, bura bir dənə. Bura bir dənə. Burada. Qoyaq. Məncə əla oldu ya. Allahım. Biraz pəncərələr biraz həqiqətən biraz pisdir. Yəni o da belədir. Yəni. Məncə yaxşı evdir. Budur. Qabağı belə havuzlu. Bu evi heç partlatmaq istəmirəm. İnşallah yaxşı bir dənə düzəliş verəcəm bura. Bu tərəfdə pəncərəsi var, amma deyəsən bu tərəfdə pəncərə yoxdur. Mən bilən, hə, yoxdur. Burada bir dənə pəncərə, bir dənə düzəldək. Gözləyin. Hazır. Biraz çox şeydir. Burada biraz qıraq. Hə. Biraz da uzun oldu, amma heç nə olmaz. Məncə yaxşıdır. Evimiz hazırdır. Yəni anlayışımız bu qədərdir. Əslində daha yəni yaxşı da eləyə bilərəm, amma həvəsim yoxdur. Yəni abart eləməyək də, abart eləməyək çox da budur. Gözəl belə, əsas şey sizə göstərmədən videonu bağlamaq olmaz. Düzdür. Buranı belə bir dənə partladan da qaqaş. Bax, buradan lavlar. Ayda, uraya, ura. İçinə düz düş. Ta içinə düş. Ta içinə düş. Səhv düşdü biraz. Nəysə. Aha. Aha, əla. Düş bura, hə. Əlasan. Buradan da partladaq. Hop. Sən də get düş ura. Yəni belə bir şeydir də bu ev. O da. Buradan bağlasaq. Partlatdıq onu. Əla. Buradan da düş. Yəni bu ev çox həqiqətən yaxşı evdir. Belə. Gözləyim bu lavlar heç buradan şey olmasın. Buranı tut. Buranı. Hə, nədir? Yan öldür orada indi. Hazır. Orada biraz şey olub, o da düzələcək. O da evimiz. Daha yaxşı olması üçün eləyə bilərik, davam eləyə bilərik. Amma məncə bəsdir. Part 2-də də nə qədər like hesab edib, bir dənə partladaq. Getsin də yəni. Daha nə istəyirik. Son dəfə bir dənə otaqlarımızı gəzək. Burada yatağımız da var burada. Bəli. Yuxarıya bir dənə mərdivən də düzəldə bilərəm, amma axutum bu qədər yoxdur, yenə deyirəm. Buradan elə hazır olub, belə çıxmalı bir yer var. Buradan da belə boş yerdir, belə mənzərə, yəni belə havuza baxır. Bura. Sonrasında buradan da bir dənə qapımız var. Hop, içəri keçirik.
Buradan da bir tane qapımız var bu otağa. Burada da mənzərə. Yəni daha nə istəyəm? Buraları da aydınladaq. Hardan çıxırlar bu evdən? Mən bu evi indi partladacağam ha. Buranı da bağlayıram ki, heç kim girə bilməsin evə. Bağla getsin. Bəli dostlarım, bu qədər videomuz bu qədər. Yəni video bağlayandan sonra yeni ev öz düzəlişini verəcəm və video neçə like gəlsə daha möhtəşəm bir ev görəcəksiniz. Partladacağım bu evi, qoy getsin. Nə qədər like gəlsə o qədər bomba yerləşdirəcəm. Sağ olun, salamat qalın.